Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 41 ünvanında yerləşən yerli əhəmiyyətli tarix memarlıq abidəsinə müdaxilə olunduğu aşkarlanıb. Aparılan icazəsiz təmir işləri sakinlərin də narazılığına səbəb olub. 2003-cü ildən bu binada yaşayıram. Bu bina tarixi bir binadır, 19-cu əsrə aiddir. 2006-cı ildə birinci mərtəbədə olan sahibkarlar, telefon mağazini, salon, onların sahibkarları bu binaya çox böyük bir təsərrüt getirirlər, sütunları dağıdırlar. Ona görə də mən Mədəniyyət Nazirliyə müraciət elədim, Çox sağ olsunlar, gəldilər, mütəxəssislər gəldilər. Çox istəyərdim ki, biz tarixi abidələrimizi qoruyaq. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin birinci mərtəbəsində qanunsuz təmir işlərinin aparıldığı müəyyən edilib. Bura ilkin olaraq əvvəllər bura giriş yaşayış mənzili olubdur, giriş blok hissədən olubdur. Sonradan isə bu yaşayış mənzilini çevirib eləyiblər qeyri-yaşayış. İlkin olaraq baxdıq ki, yük götürən divardan birləşən dəfəsinə artırmalar olubdur, çıxış olubdur, həyətə, çöl tərəfə çıxış olubdur. Həmçinin də binanın arxa tərəfindən əlavə hər iki obyekt üçün əlavə otaqlar tikilibdir. Həmçinin də həmin obyektlərdən də həyət tərəfə çıxışlar olubdur. Burada istəyirsiniz göstərə də bilərəm, yaxın zamanlarda burada təmir işləri, cari təmir işləri aparılıb. Bu binanın divarında olan emulsiyanın ləkələrindən də hiss eləmək olur. Yaratdıqları problemlə əlaqədar sahibkarlarla əlaqə saxlamağa çalışdıq. Bir nəfər bildirdi ki, haranı sökmüşü göstərsinlər, amma müsahibə almaq istədikdə mikrofon qarşısında danışmaqdan yayındı. Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşlarının müdaxiləsi ilə qanunsuz təmir işlərinin qarşısı alınıb. Hazırda binada inşaat işləri aparılmır. Nuray Qurbanova, Xaliq Babayev, APA TV.